Prostat xəstəlikləri həvəssizlik yaradır. Sperm 3 gün yaşaya bilir. Bunun da qidalanmasını təmin edən prostat şirəsidir. Bütün cinsi sistem prostatla bağlıdır. Uroloq, androloq, uzman, cərrah Bəxtiyar Hüseynovun qonağıyıq. Doktor necəsiniz? Sağ olun, siz yaxşı olun. Xoş gördük. Orta yaşlı insanları maraqlandıran bir sual verirsəm, prostat xəstəlikləri həvəssizlik yaradır. Cinsi həvəsi azaldır. Yanımıza gələn xəstələrdə ilk sualı bu olur. Cinsdə problemim var demir. Prostatda problemim var deyir. Sanki prostat bütün cinsi sistem prostatla bağlıdır. İlk öncə bunu izah edeyim. Prostat bizə Allah tərəfindən verilib sadəcə övlad sahibi olaq deyə. Prostat bir ifraz elədiyi şirə nəticəsində, maye nəticəsində spermlər uzun 72 saata qədər, yəni sperm 3 gün yaşaya bilir. Bunun da 72 yəni saat sağ qalmasını, onun qidalanmasını təmin edən prostat şirəsidir. Bizə nə üçün lazım oldu? Əslində ata olmaq üçün. Övlad olmamız üçün bizə prostat lazımdır. Cinsi aktivdə birbaşa beyin Və bir də penisdə gələn qan axımı ilə bağlı olan, yəni hormonal, sinirsel və bir də qan damar sistemi ilə bağlı olan bir durumdur.